Göründüyü kimi gipsdən hazırlanmış bu sini altlıq deməli qəlibdən çıxdıqdan sonra 1-2 gün quruyur. Quruduqdan sonra bu künc hissələri ki var, bunlar iti olur və buradan ovulma baş verə bilər deyə onları bax belə kağız vasitəsilə sürtərək daha mülayim hala gətirmək lazımdır. Gətirdikdən sonra binder adlı məhlul sürtülməlidir. Bax budur binder. Binder onu daha möhkəm eləyir və gələcəkdə boya vurulması üçün, lak vurulması üçün sanki bir qat əmələ gətirir ki, canına çəkməsin gips həmin boyanı. Sonra, lakin binder vurulmamışdan öncə mütləq o gipsin tozu təmizlənməlidir. Həmin o kağızla da işləyəndə və yaxud da ki, adi bir toz, quru bir fırça ilə yaxşıca təmizləmək olar. Təmizlədikdən sonra hər yerini bacardıqca, xüsusən də bu yerləri hansı ki işləmişdik kağızla, ondan sonra binder yaxıla bilər. Mən götürürəm binderi. Və yaxıram üzərinə. Fikir verin, canına çəkməlidir indi binderi. Fikir verin, deməli sulanır, lakin canına çəkir. Sanki binder yoxa çıxır. Və bu formada axıra kimi binderlənməlidir. Binderlənmənin keyfiyyəti özünü boya mərhələsində göstərir. Yəni binderlənməmiş bir ərazi qalsa və yaxşı binderlənməmiş bir ərazi qalarsa, həmin yerə boya da yaxşı oturmur. Və beləliklə də məhsulun keyfiyyəti nisbətən aşağı düşür. Ona görə binderdə dəqiq hər tərəfi işləmək lazımdır. Arxa tərəfdə binderin sorulması daha çox hiss olunur. Sanki su yoxdur heç. Birbaşa canına çəkir. Və binder məhsulu ilə işləyərkən əlcək taxmağı tövsiyə edirlər. Tövsiyə olunur. Çünki binder güclü məhluldur.